Bir vaxtlar insanlar deyirdi, elektriklə işləyən maşınla uzağa getmək mümkün deyil. Bu gün isə bir şirkət var ki, avtomobili kompüterə, yolu data xəritəsinə, sürücünü isə bəzən ehtiyaca çevirdi. Tesla avtomobilləri sadəcə nəqliyyat vasitəsi deyil, onlar avtomobil anlayışını dəyişdi və bu dəyişiklik hələ yeni başlayır. Avtomobil sənayesi 100 ildən çox idi ki, demək olar dəyişmirdi. 4 təkər, daxili yanma mühərriki, yanacaq çəni və səs-küy. Şirkətlər isə bir-biri ilə rəqabət aparırdı, amma əsas sistem eyni qalırdı. Ta ki, Tesla ortaya çıxana qədər. Tesla'nın məqsədi sadəcə yeni maşın istehsal etmək deyildi. Məqsəd köhnə sistemi sındırmaq idi. Elektrikli avtomobilləri əvvəllər də var idi, amma zəif, yavaş və darıxdırıcı idi. Tesla isə dedi, elektrikli avtomobil sürətli, ağıllı və cəlbedici ola bilər. İlk böyük dönüş nöqtəsi Tesla Roadster oldu. Bu avtomobil elektriklə işləyirdi. Amma idman maşını kimi sürətlənirdi. İnsanlar ilk dəfə başa düşdü ki, elektrik zəiflik deyil. Sonra Model S gəldi. Uzun məsafə, yüksək performans və futuristik dizayn. Amma ən çox diqqət çəkən şey kapotun altında yox, salonun ortasında idi. Böyük bir ekran. Çünki Tesla üçün avtomobil mexaniki yox, rəqəmsal cihaz idi. Tesla avtomobilləri daima yenilənir. Amma servisə getmədən. Proqram təminatı internet üzərindən dəyişir. Avtomobil gecə park halında olanda səhər daha ağıllı ola bilər. Bu, avtomobil tarixində ilk idi. Avtopilot sistemi isə mübahisələrin mərkəzindədir. Tesla maşınları yolu tanıyır, zolaqları izləyir, digər avtomobilləri görür və reaksiya verir. Tam sürücüsüz gələcək hələ müzakirə mövzusudur, amma bir şey dəqiqdir. Bu texnologiya artıq buradadır. Tesla həm də istehsal üsulunu dəyişdi. Batareya texnologiyası, enerji səmərəliliyi və proqram əsaslı idarəetmə onu klassik avtomobil şirkətlərindən ayırdı. Digər markalar illərlə mexanika üzərində qurulmuşdu. Tesla isə sıfırdan rəqəmsal düşüncə ilə başladı. Bu avtomobillər səssizdir, amma təsiri çox səs-küylüdür. Neft sənayesini narahat edir, avtomobil bazarını sirkələyir və gələcəyin necə olacağı ilə bağlı suallar yaradır. Tesla sübut etdi ki, avtomobil sadəcə bir yerdən digərinə getmək üçün vasitə deyil. O, enerji sistemi, proqram performansı və mobil texnologiyadır. Və bəlkə də ən önəmlisi, Tesla insanlara gələcəyi bugündən hiss etdirdi. Bir vaxtlar fantastik olan şeylər indi gündəlik sürüşdür. Tesla avtomobilinin içində baş verənlər adi maşınlardan tam fərqlidir. Çünki burada əsas rol mühərrikdə yox, beyindədir, yəni kompüterdə. Ən vacib isə batareyadadır. Tesla benzin çəni istifadə etmir. Onun yerində minlərlə kiçik batareya hüceyrəsindən ibarət böyük bir paket var. Bu paket avtomobilin alt hissəsində yerləşir. Bunun iki səbəbi var. Ağırlıq mərkəzini aşağı salmaq və avtomobili daha stabil etmək. Yəni Tesla sürərkən yola daha möhkəm yapışır. Bu batareya birbaşa elektrik mühərriklərini qidalandırır. Tesla'da bir və ya bir neçə elektrik mühərriki olur. Elektrik mühərrikləri daxili yanma mühərriklərindən fərqli olaraq demək olar ki, ani reaksiya verir. Qazı basan kimi güc dərhal təkərlərə ötürülür. Ona görə Tesla sürətlənəndə gecikmə olur. Əyləc zamanı isə maraqlı bir şey baş verir. Tesla sadəcə yavaşlamır, həm də enerji yığır. Buna regenerativ əyləc deyilir. Avtomobil əyləc edəndə mühərrik generator kimi işləyir və hərəkət enerjisini yenidən elektrik enerjisinə çevirərək batareyaya qaytarır. Yəni, sən tormozu basdıqca avtomobil biraz da şarj olur. Daxili baş verənlərin hamısı proqram tərəfindən idarə olunur. Sükan, əyləc, sürətlənmə, hamısı sensorlardan gələn məlumatlarla əsaslanır. Tesla ətrafında dünyanı kameralar, radarlar və sensorlarla daim izləyir. Bu məlumatlar saniyədə minlərlə dəfə emal olunur. Avtopilot sistemi isə bu məlumatları istifadə edərək zolaqları tanıyır, məsafəni hesablayır və riskləri öncədən görməyə çalışır. Burada məqsəd sürücünü tamamilə əvəz etmək yox, səhvləri minimuma endirməkdir. Avtomobil yorulmur, diqqəti dağılmır və hər şeyi eyni anda izləyə bilir. Bütün bunların mərkəzində böyük bir ekran var. Amma bu sadəcə ekran deyil, bu avtomobilin idarəetmə mərkəzidir. Kondisionerdən tutmuş sükan tənzimləmələrinə, naviqasiyadan tutmuş təhlükəsizlik sistemlərinə qədər hər şey buradan idarə olunur. Tesla fiziki düymələri minimuma endirərək avtomobili rəqəmsal platformaya çevirib. Və ən maraqlısı odur ki, bu sistem daim inkişaf edir.
Tesla avtomobili satın aldıqdan sonra köhnəlmir. İnternet üzərindən gələn yenilənmələrlə daha ağıllı olur. Yəni yeni funksiyalar əlavə olunur, mövcud sistemlər təkmilləşdirilir. Yəni avtomobil zamanla səninlə bir yerdə böyüyür. Bütün bu daxili işləyiş bir şey göstərir. Tesla mexaniki bir maşın deyil. O təkərləri olan bir kompüterdir. Və bu kompüter hər dəfə işə düşəndə avtomobil anlayışı yenidən yazır. Əgər bu video xoşuna gəldisə, kanala abunə ol, videonu bəyən və paylaş ki, daha çox insan avtomobilin gələcəyini görsün. Bu kanalda texnologiyanı sadə dildə danışırıq. Növbəti videoda görüşənədək.